Ermənistan Ədliyyə Nazirinin də açıqlaması var ki, biz sülh müqaviləsi imzalamağa hazırıq. Azərbaycanın ilkin şərtlərinin bir o qədər də, daha doğrusu fikirlərin ilkin şərt olduğunu hesab etmirik. Burada təbii ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi məsələsi nəzərdə tutulur. Hazırki bu gərgin proseslər fonunda Azərbaycan da şərtlərini irəli sürür. Ermənistan da deyir ki, biz bunu ilkin şərt hesab etmirik. O zaman proses necə tənzimlənəcək? Bunu Ədliyyə Naziri də deyir axı. İlkin şərt hesab etmirlər, amma müqavilə imzalanan andan Paşinyan da qeyd etdi ki, ATƏT-in Minsk qrupu buraxılmış hesab olunacaq və konstitusiya dəyişikliyi də 27-ci ilə qədər olacaq. Bilirsiniz, konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupu bizim üçün prioritetdir, Azərbaycan üçün prioritetdir. Çünki cənab prezident bu yaxınlarda çıxışında bir daha vurğuladı ki, əslində konfliktin uzanmasına və Ermənistan mövqeyindən çıxış edilməsinə, Ermənistanın haqsız mövqeyini müdafiə olunmasında bu üç həmsədr dövlətin kifayət qədər rolu var idi və onlar Ermənistan dəstəkçisi idilər əslində. Yeri gəlmişkən onlardan biri də elə Rusiya idi. Lakin müqavilə imzalanandan sonra bir hüquqi prosedur var. Buna heç kim unutmasın. Bütün müqavilələr, dövlətlər arası müqavilələrin hamısı parlamentlər tərəfindən ratifikasiya olunur. Və parlament tərəfindən ratifikasiya olunana qədər qoyulan şərtlər bu və ya digər şəkildə yerinə yetirilməlidir ki, ratifikasiya olunub qüvvəyə minsin. Yəni, bu demək deyil ki, saziş bağlanan andan da dərhal qüvvəyə minir. Saziş imzalanır, olan şərtlər qeyd olunur, o şərtlər müəyyən zaman daxilində yerinə yetirilir. Ondan sonra Milli Məclislər, parlamentlər ratifikasiya edir və artıq qüvvəyə minir. Bu ilkin niyyətdir. İlkin niyyətin özü kifayət qədər ciddidir və mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları bu məsələdə israrlı olacaq. Özəlliklə Trumpın Ukrayna siyasətində qeyri-müəyyən dərəcədə məğlubiyyətə uğraması və dediklərinin heç birini gerçəkləşdirə bilməməsi, Rusiyanın bu istiqamətdə heç kimi eşitməmək və müstəqil olaraq müharibəni davam etdirmək siyasəti nəticə etibarilə daha ciddi addımın atılması üçün də bir əsas ortaya qoyulub. İçəridə və beynəlxalq güclər daxilində Trump öz nüfuzunu bərpa etməlidir və diqqət etsəniz 2 gün öncə səhv etmirəmsə bir bəyanat verdilər ki, administrasiya tərəfindən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Və bu sülh müqaviləsi imzalanıb, əslində Cənubi Qafqazda yeni bir mərhələ açılacaq. Və Ermənistan tərəfi qoyulan 2 şərtin ikisini də qəbul edir. Təbii ki, Azərbaycanın digər qalan kəndlərində, 4 kəndinin də geri qaytarılması şərtini də qəbul edir və sərhədlərin delimitasiya və demarkasiyası dönəmində bu addımlar mütləq mənada atılacaq. Və delimitasiya, demarkasiya məsələsi də heç kimin düşündüyü kimi sülh müqaviləsi imzalanan ana qədər bitməyəcək və ya ondan dərhal bitməyəcək. Uzun illər ərzində davam edə biləcək bir prosesdir. Yeri gəlmişkən bizim Gürcüstanla bu istiqamətdə problemlərimiz var. Biz hələ orada sərhədlərimizi müəyyən edə bilməmişik, özəlliklə Qazax və Akstafa ərazisində. Lakin bu bizi müharibəyə gətirib çıxarmır. Bu, bizlə Gürcüstan arasında müharibə şəraiti yaratmır və biz bunu dostcasına qonşu dövlətlər kimi həll edə bilirik. Rusiya ilə 2013-cü ildə səhv etmirəmsə biz delimitasiya və demarkasiya məsələlərini bitirdik və Azərbaycanla Rusiya arasında sərhəd nöqtələri, koordinatları tam şəkildə müəyyən olundu. Yəni, delimitasiya və demarkasiya məsələlərinin bitməməsi müharibə üçün əsas deyil, nə də bəhanə deyil. Buna görə də güman edirəm bu məsələlərdə tərəflər razılığa gələcək. Burada Rusiya və Amerika Birləşmiş Ştatlarının sülh müqaviləsinin imzalanması üçün nə qədər israrlı ola biləcəyi, daha doğrusu mane ola bilməyəcəkləri məsələsi önəmlidir. Azərbaycan və Ermənistan bu istiqamətdə iki tərəfli razılığa gəliblər və tərəflər öz xoş niyyətlərini də bərqərar etmək barədə artıq təşəbbüsdədirlər. Amma oponentimiz hörmətli Azad müəllimin dediyi bəzi fikirlərlə də bağlı münasibətimi bildirmək istəyirəm. Paşinyan öz əlini gücləndirir. Paşinyan hesab edirəm bu fikir Paşinyan üçün daxili auditoriyaya aiddir. Paşinyan revanşist deyil. Deyil deyirsiniz. Yox, Paşinyan revanşist deyil. Paşinyan
real həqiqətləri artıq qəbul edən və Azərbaycanın həm gücünü görən, həm də bu müharibədən onun hakimiyyəti üçün, digərlər üçün də nə qədər ziyan dəyə biləcəyinin fərqindədir. Paşinyan bu məsələlərdə daha çox sülh müqaviləsi imzalayıb prosesləri fərqli istiqamətdə öz hakimiyyətinin və öz dövlətinin xeyrinə yönləndirmək, müharibədən çıxarmaq, 29,8 min kvadrat kilometrlik ərazidə sülhə əmin-amanlığı, o cümlədən qonşularla sıfır problemini həll etmək niyyətindədir.